Test tapşırığına baxaq. Verilmiş kütləli ideal qaz bir haldan iki halına keçir. Daxili enerjinin dəyişməsi məndən soruşur. Gəlin, birinci bir haldan iki halına keçirsə. Bu zaman deməli qazın gördüyü işi tapaq. Qazın gördüyü işdə P delta V-dir. Çünki izobar prosesdir. 2 vurulsun, V2 çıxılsın V1. Yəni 5 çıxılsın 3 eləyəcək 2. Tapacağıq ki, bizim qazımızın gördüyü iş 4 kilojula bərabərdir. Bizim də indi bizdən daxili enerjinin dəyişməsi soruşur. Biz bilirik ki, daxili enerji ilə deməli qazın gördüyü iş arasında belə bir asılılıq var. Delta O nəyə bərabərdir? 1,5 A iştirixə, düzdürmü? İndi gətirək qoyaq yerinə 1,5 vurulsun 4. Bu da mənə nəyi verir? 6 kilojolu verir. Deməli, daxili enerjimin dəyişməsi də olacaq 6 kilojol. Və yaxud bu düsturu bilmirsinizsə, biz bilirik ki, A iştirix nəyə bərabərdir? 0,4 Q-yə. Yəni, istiliyin 0,4 hissəsi işin görülməsinə sərf olunur. Buradan Q-nü taparam. Q nəyə bərabərdir? A iştirix bölünsün 0,4-ə. Yəni, eləyəcək 10 kilojol. Düzdürmü? Sistemə 10 kilojol istilik miqdarı verilib. Onun 4-ü işin görülməsinə sərf olunubsa 4 kilojol. Onda 6 kilojol da daxili enerjinin dəyişməsinə sərf olunub.